Tavuş rayonunun İcevan şəhər parkı ərazisində yerləşən torpaq sahəsinin inkişafı üçün torpaqların icmaya qaytarılması və ərazinin dərhal boşaldılması qərarı alınıb. Tərəfin qərardan verdiyi apellyasiya şikayətinə baxılmasının nəticələrinə əsasən Apellyasiya Məhkəməsinin qərarı 8 aprel 2025-ci il tarixində dərc ediləcək. ABŞ-ın birmənalı olaraq 2 ildən artıqdır ki, məqsədi Ermənistan ərazisində möhkəmlənmək və orada olan Rusiya silahlı qüvvələrini, yəni ikinci bazanı Rusiya sərhədçilərini Ermənistan ərazisindən sıxışdırıb çıxarmaqdır. Bu fikirləri redaktor Aza hərbi ekspert polkovnik Üzeyir Cəfərov ABŞ-ın Ermənistanı hərbi baxımdan təchiz etməsindən danışarkən vurğulayıb. Polkovnik əlavə etdi ki, Ermənistan iqtisadiyyatının bir balaca dikəldilməsi üçün, normal reyslərə düşməsi üçün həm Türkiyənin, həm Azərbaycanın imkanlarından istifadə etməyə ehtiyacı var. Sadəcə başqa dövlətlərin əlində girov olan Paşinyan və komandası bəzi məcburi addımlara gedirlər. Hesab edirəm ki, son günlər ermənilər tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması Ermənistanın həm iştirakı ilə, həm də bir qədər iradəsindən kənar baş verir. Bunun zərərini yalnız Ermənistan ordusu və xalqı görəcək. Bunu Paşinyan çox gözəl dərk edir. Paşinyana indiki məqamda hansısa əməliyyatların baş verməsi əsla sərf etmir. O bilir ki, çox qısa vaxtda ağır sarsıdıcı zərbə alacaq.